Salam dəyərli izləyicilər, sizin üçün dəyər kurslarının 11-ci sinif 2-ci qrup üzrə blok sınağının tarix suallarının izahatı ilə tanış edirik. Suallarımıza baxmazdan əvvəl kanala dəstək olmağı, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Suallarımıza başlayaq. 61-ci sualda qeyd edilir ki, Qızıl Ordu xanı Canibəyin Təbrizi tutması nəticəsində Teymurilərin Azərbaycandakı hakimiyyəti başa çatdı. Xeyr, bu təbii ki, Sədr döyüşündən sonra idi. Yaxın və Orta Şərqdə 5-ci Monqol ulusu meydana gəldi. Xeyr, bu Hülakülər dövləti yaranmışdı. Əslində, Qızıl Canibəyin Təbriz tutulması nəticəsində Çobanlərin Azərbaycandakı hakimiyyətinə son qoyulmuşdu. Burada baxanda Eldəniclər dövlətinin varlığına Cəlaləddin son qoyub, Şeyx Üveys Bağdada doğru çəkildi, yanlışdır. Bunlar doğru cavabdır ki, Çobanlərin Azərbaycanda hakimiyyətinə son qoyuldu. İkinci sualda Asuriyanın Manna və İskitlər tərəfindən məğlub etməsi nəticəsində Aşer Mannanın müstəqilliyini elan etdi. Bəli, düzdür. Bir var. Midiyada müstəqillik uğrunda hərəkət genişləndi. Məsələn, Kaştaritiyə yardım 1-2 uyğun cavabımız A variantıdır. 63-cü sualda hansı hadisələrin yerini dəyişdikdə düzgün xronoloji ardıcılığı yaranar? İngiltərənin Respublika elan edilməsi 1649, Osmanlı Konstitusiyası 1876, ABŞ-ın meydana gəlməsi 1776, Rusiyanın imperiya adlanması 1721, Almaniyanın ilk dəfə Respublika elan edilməsi 1918-ci ildə aid olduğuna görə burada təbii ki 2 ilə 4-ün yerini dəyişsək, 2 ilə 4-ün yerini dəyişsək düzgün xronoloji ardıcılığı alınar. Burada da D uyğun cavabdır. Növbəti suala baxaq. Deməli, 64-cü sualda qeyd edilir ki, Rusiyanın Şamaxıya yürüş etməkdə Qarabağ xanlığından məqsədi təbii ki, bu Kürəkcan müqaviləsindən sonra Qarabağ xanlığının məqsədi nə idi? Təbii ki, Cavad ərazisini Qarabağa birləşdirmək idi. Bu, İbrahim Xəlil xanın məqsədlərdən biridir. Burada da göründüyü kimi C variantı uyğun cavabıdır. Digər variantlara baxsaq, Rusiyaya qarşı bölgədə başlanan üsyanı yatırmaq yanlışdır. Quba xanlığının Şamaxıdakı hakimiyyətinə son qoymaq. Xanlıqdakı iki hakimiyyət, ümumiyyətlə iki hakimiyyəti Qarabağda mövcud olmayıb. Şamaxıya daha doğrusu iki hakimiyyəti bundan əvvəl də son qoyulmuşdu. Şamaxını Qarabağ xanlığına tabe etmək də yanlışdır. Deməli, C uyğun cavabdır 64-cü sualda. Və növbəti 65-ci suala baxaq. Hadisə nəticə əlaqələrin doğru verildiyi bəndi müəyyən edin. 1996-cı il torpaq islahatının keçirilməsi kolxozçulara torpaqların əhaliyə satılması, kolxozçulara məxsus olan torpaqların əhaliyə satılması yanlışdır. AXC-də aqrar islahatının həyata keçməsi bütün torpaqların dövlət mülkiyyətinə verilməsi, xeyr, bu da yanlışdır. Kolxozçulara pasport verilməyə başlanması, bu təxminən 1859-cu ildə verilib. Əvvəlcə pasport verilməyəndə kolxozçu öz ərazisini tərk etmirdi. Amma bunun nəticəsində şəhər əhalisinin təbii ki, kənd əhalisinin şəhərlərə doğru axını artmağa başladı. Çünki pasport verilməsi nəticəsində 1859-cu ildə təsadüf edir. Buna görə də C variantı uyğun cavabdır. Talon sisteminin əlavə edilməsi, ərzaq böhran təhlükəsinin yaranması yanlışdır. Yeni iqtisadi siyasətin tətbiq edilməsi, Bakı Xalq Komissarının birləşdirmə ilə bağlı tədbirlərin ləğv edilməsi də yanlışdır. 66-cı sualda 17-ci əsrdə Rusiya və Respublika Ukrayna uğrunda mübarizə aparırdı. Bu təxminən 1654-1667-ci ildə Rusiyanın qələbəsi ilə başa çatdı. Bu Ukrayna uğrunda deməli sol sahil Ukraynası Rusiyanın tərkibinə keçir. Təbii ki, bu da Ukrayna 3 rəqəmi göstərmiş əraziyə daxildir. Burada da C variantı uyğun cavabdır. Deməli, digər suala baxdaq. 67-ci suala baxaq. Teymur dövlətinin 15-ci əsrin 50-ci illəri deməli, Teymurlar dövlətinin 15-ci əsrin 50-ci illəri, Bayandurlar dövlətinin 15-ci əsrin 90-cı illəri üçün səciyyəvi cəhət Şahzadələr arasında çəkişmələrin baş verməsi ilə A variantı uyğundur. 90-cı illərdə həm Ağqoyunda, həm də Teymurlar dövlətində hakimiyyət uğrunda gedən mübarizələr baş vermişdir. Qaraqoyunlarla mübarizə, Qaraqoyun dövləti 15-ci əsrin 90-cı illərdə mövcud olmayıb. B yanlışdır. Mərkəzləşmiş dövlət Ağqoyun mərkəzləşmiş dövlət olmayıb.
Hər iki dövlətin durğunluq dövrü Yaqub Padşahın dövründədir. Bu 70-ci illərdən başlayır. Şirvanşahların asılı halda salınması isə 15-ci əsrin 50-ci illərin aid edilir. Buna görə də elə A variantı uyğundur. 68-ci sualda Səfəvilər dövlətinə aid memarlıq abidəsi deyil. Cümə məscidi aiddir. Şibli Kərvansarası da 17-ci əsrə aiddir. Şeyx Cüneyd məqbərəsi 1544-cü ildə Qusarda 16-cı əsrə aiddir. Bu da aiddir. İrəvanda Göy məscid isə 1864-cü ilə aid olan görə 18-ci əsrə aiddir. Ona görə də sualın doğru cavabı D variantı olur. 68-ə baxdıq, növbəti 69-cu suala baxırıq. Deyir ki, birinci mətnə baxanda Veskotlar məğlub edən müsəlmanlar İspaniyanı tutub Frank krallığına yürüş elədilər. Eyni zamanda Qafqaz və Mərkəzi Asiyaya keçən İslam orduları Hind vadisinə gedib çıxdılar. Bu təbii ki, Ərəb xilafətinə aiddir. Ərəb xilafəti. İkincisinə Şərqi Roma imperiyası qüdrətçiliyinin üstünyanın dövründə yaşadı. 6-cı əsrdə Sasani dövləti ilə Bizansın ən təhlükəli rəqibi idi. Səlcuq dövləti 11-ci əsrdə Bizansı məğlub edərək siyasətə bəzi mülklərini ələ keçirdilər. Birinci mətndə bəhs edilən dövlət. Təbii ki, bu Bizans ərazisidir. Bizans deməli haqqında söhbət gedir. İndi burada təbii ki, ikinci mətndə bəhs olan dövlətdən fərqli olaraq birinci mətn Çinə və Hindistana yürüş etmişdi. Bəli, Bizans Çin və Hindistana yürüş etməyib. A uyğun cavabıdır. Hər iki Veskotlarla müharibə aparıb. Məsələn, Justinian Veskot krallığını tabe eləmişdi. Səlcuq türklərinə qarşı Malazgirt döyüşü bu ərəblərdə də olub. Eyni zamanda 1055-də Bağdadın ələ keçirilməsi. Sasani dövləti ilə mübarizə hər ikisi ərəblər də Bizansla müharibə aparıb. 4-cü əsrin sonlarında bunların meydana gəlib Bizans, oxşar cəhət elə A variantıdır. 70-ci sualda 1950-ci illərin sonlarında Çin və SSR arası münasibətlərin pozulmasının səbəblərindəndir. SSR-nin Əfqanistana müdaxiləsində Çinə dəstək verməsi yanlışdır. Vyetnam müharibəsi zamanı 50-ci illərdə Vyetnam müharibəsi 60-cı illərdən başlayır. Deng Xiaoping'in islahatları təxminən 80-ci illər ABŞ-la münasibətinə yaxınlaşmasında da 50-ci illərə aid deyil. Bu təxminən 80-ci illərə aiddir. Dünya kommunizm hərəkəti uğrunda mübarizə bəli. Doğru cavabımız D variantıdır. 71-ci sualda İraq Səlcuq Sultanlığa aid olan xüsusiyyətləri müəyyən edin. Sultan Mahmudun Şirvana yürüşünün uğursuzla nəticələnməsi. Bəli, təbii ki, Şirvanşahların gürcülərlə yaxınlaşması Mahmudun yürüşünə səbəb olmuşdu. A uyğundur. Sultan Səncərin Şəddadilərinin bütün ərazini ələ keçirməsi. Xeyr, bu Məlik Şahın dövründə olub. Həmədan döyüşünə Qızıl Arslan tərəfindən məğlub edilən 3-cü Toğruldur. Bu da deməli İraq Səlcuq Sultanlığına aiddir. Deməli C də uyğundur. Deməli sualın doğru cavabı A və C, yəni D variantı uyğun gəldi. 72-ci sualda Azərbaycan 1918-ci il, İranın 1941-ci il tarixinə oxşar cəhətdir. Ərazisində yeni dövlətin yaranması. Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı, amma İran ərazisində deyil. SSR qoşunlarının müdaxiləsinə məruz qalmayıb, səhvdir. Mərkəzi hökumətə qarşı silahlı mübarizənin baş verməsi də uyğun götürülməz. Böyük Britaniya qoşunlarının arasına daxil olması. Bəli, məsələn, bu deyək ki, 2-ci Dünya müharibəsi dövründə Böyük Britaniya cənubdan İran arasında daxil olmuşdu. Və eyni zamanda Böyük Britaniya Azərbaycana 1918-ci ilin həm avqust, həm də deməli, noyabr aylarına Böyük Britaniya qoşunları Azərbaycana daxil olmuşdu. Ona görə də burada D uyğun cavabdır 72-ci sualda. 73-cü suala baxırıq. Eyler-Venn diaqramına əsasən uyğun bəndi müəyyən edin. Osmanlı dövlətinin işğal altında olan torpaqları geri qaytardı. Bu həm Krım müharibəsində olub, həm də 2-ci Balkan müharibəsindədir. Ona görə də A ortaqdır. 20-ci əsrin əvvəllərində 2-ci Balkan müharibəsidir, 1913-cü il. London müqaviləsi ilə 1-ci Balkan müharibəsidir. C heç birinə uyğun gəlməz. 19-cu əsrin ortalarında Krım xanlığıdır. 1853-56-cı illərdə. İngiltərə, Fransada Krım xanlığı uğruna gedən müharibələr iştirak eləmişdir. Deməli, 1-də D-yə, 2-də B, 3-də A, doğru cavabımız Y variantı olar. 74-cü sualda Sultan Süleymanın Səfəvilər üzərində ilk yürüşü nəticəsində Səfəvilər Ərəb İraqını itirdilər. A yanlışdır. Daha doğrusu düzdür. A doğrudur. Ərəb İraqını itirdilər, düzdür. Buğur döyüşü 1500, demək, birinci yürüşü 1534-cü ildə olduğu qeyd olunur. Yəni Osman Buğur döyüşü 1554 olduğuna görə uyğun gəlməz.
Xorasan Osmanlı tərkibinə qatıldı, yanlışdır. Osmanlı Səfəvi Osmanlılar birinci mərhələsi başlandı. Birinci mərhələsi 1514 Çaldıran döyüşündə başlamışdı. Şah Təhmasib paytaxtı Qəzvinə köçürdü 1555 uyğun gəlməz ilə burada A uyğun cavabdır. 75-ci sualda Şah Məhəmməd Xudabəndədən fərqli olaraq Nadir Şah Osmanlı dövləti ilə müharibə apardı. Hərsi aparıb. Qızılbaş əmirlərinə geniş səlahiyyətlər verdi. Xeyr, yanlışdır. Səfəvi dövlətinin inzibati islahatlar keçirdi. Nadir Şah Səfəvilər dövlətini süquta uğratmışdı. Krım xanlığının qoşunlarını məğlub etmişdi. Bu Məhəmməd Xudabəndəyə aiddir. Y uyğundur. Mərkəzi hakimiyyəti gücləndirmək üçün tədbirlər keçirdi. 76-cı sualda deməli Xostaq Elxanilər dövlətinə aid deyil. 1 yanlışdır. 1 ola bilməz. Səfəvilərdə Tiyul vardı. 2 düzdür. Ağqoyunlu Soyurqal doğrudur. 2 3. Şirvanşahlarda Bayrat olmayıb. Bu Monqollar Hülakilərdə idi. 2 ilə 3 uyğun cavabımız B variantıdır. 76-cı sualda və növbəti 77-ci suala baxaq. Burada deyir ki, Makedoniya İskəndəri və Oktavian üçün ortaq cəhət Yunan şəhər dövlətinin tabe edilməsi 2-ci Filippə aiddir. Misir ərazisinin tabe edilməsi bəli B düzdür. Məsələn, Makedoniya İskəndər eradan əvvəl 332, Oktavian Avqusta eradan əvvəl 30-cu ildə Misri tutmuşdu. B uyğundur. 48-ci sualda lokal antiterror əməliyyatı nəticəsində ermənilərdən təmizlənmişdi. Burada baxırıq Kəlbəcər Vətən müharibəsindən sonra idi, amma lokal antiterror əməliyyatına aid deyil. Burada Cəbrayıl və Füzuli Vətən müharibəsi dövründədir. Bunları da götürə bilmərik. Deməli, digər bu 4 rəqəmi göstərilən ərazi də daxil deyil. Deməli, burada 2 rəqəmi göstərilən ərazi, yəni Xocalı ərazisi daxildir. 2 ola bilər, deməli 2 uyğundur. Burada da B uyğun cavabdır. 79-cu sualda Sasanilərin asılığı dövründə Albaniyaya aid deyil. Dövlətin paytaxtının dəyişdirilməsi aid olmuşdu. Məsələn, Vaçe paytaxtı dəyişmişdi. A uyğundur. Xilafətlə diplomatik əlaqə Cavanşirin dövründə olur. Yox, daha doğrusu Sasanilərin asılılığı dövründə Albaniyaya aid deyil. Xilafətlə diplomatik əlaqələrin qurulması da B'dir. Deməli, 651-ci ilə süquta uğramışdı. Ondan sonradır. Ərazisində feodal münasibətlərin olması olur. Roma ordusuna qarşı mübarizə. 6-cı əsrə yerli hökmdarların hakimiyyətinin ləğv olunması. Bu da deməli uyğundur. Deməli, burada xilafətlə diplomatik əlaqələrin saxlanması Sasanilərin asılılığı dövründə Albaniyaya aid olmayan xilafətlə diplomatik əlaqə Sasanilər dövlətinin süqutundan sonra idi. Məsələn, 667-670-ci illərdə Cavanşirin dövründə o zaman Sasanilər dövləti mövcud deyildi. Ona görə də B uyğun cavab götürürük. 80-ci sualda Batı Şahruh, bir də Babura aid olanlar müəyyən edir. Burada 1, 2, 3 yazıb uyğunlaşdıraq. Qızıl Ordu dövlətinin əsasını Batı xan qoyub. Delhi Sultanı süquta uğradan Babur Şah idi. B 3-ə gedəcək. Burada C bəndi də təbii ki, Qaraqoyun dövlətinin əsl asanı Şahrux idi. Məsələn, belə deyək ki, Cahanşah vəsal asılığına idi. Deməli, 1-də A, 2-də C, 1-də A, 2-də C, 3-də B, B variantında göstərilib. 80-ə baxdıq və 81-ci suala baxaq. Burada qeyd edirik, göstərilərinə aid olan ərazi 9-cu əsrin 2-ci yarısında müstəqil hakimlik yaranmışdı. İslamla xristianlıq arasında kəşkin qarşıdurma bölgəsi Şəki hakimliyi idi. 9-cu əsrin 60-cı illərə yaranır. Burada 3 rəqəmi göstərilən ərazidədir. Burada da C uyğundur. 82-ci sualda 20-ci əsrin əvvəllərində kənd təsərrüfatına keçən islahatlara aiddir. Zaqatala dairəsinin sahibkar kəndləri feodal asılıqdan azad edilir. Bu 1913-cü ilə aid olduğuna görə 20-ci əsrin əvvəllərinə aiddir. Deməli, A uyğun cavabdır. Kəndlərin pay torpağına satılması 1870-ci ili saatına əsasəndir. Kəndlər polis və məhkəmə hüququ ləğv edildi 1865-ci ildə aid düşmür. Xəzər vilayətinin feodal asılı münasibətlərə son qoyuldu. Xəzər vilayəti 1840-cı ildə bu 20-ci əsrin əvvəllərinə aiddir. Bu da yanlışdır. Azərbaycan kəndləri təbəqələşmə başlandığı ilə 1870-ci ildə torpaqların satın alınmasından sonra idi. Qolçomaqlara və muzlu kəndlərə bölündü. Ona görə də elə A uyğun cavabdır. 83-cü sualda 4-cü gözəl Filipdən fərqli olaraq 2-ci Henrix
Keçər kral nəzarətini tətbiq edə bilmədi. 1 uyğundur, 1 var. Mərkəzləşmiş dövlətin əsasını Fatih Vilhelm qoyub, yanlışdır. Qalxan pulu adlanan xüsusi vergi toplayırdı. Bu da onun hərbi islahatına əsasən idi. Deməli, sualın doğru cavabı 1-3 olur 83-də. Və növbəti 84-cü suala baxaq. Erkən Tunc dövrünə əhalinin dünya görüşünə aiddir. Ölülər yaşayışmasının kənarda dəfn olundu. 1 var. Axirət dünyasına inanırdılar. Təbii ki, axirət dünyasına inam orta paleolitdən başlayaraq var idi. Ölülər evlərin arasında bastırılmırdı. Bu eneolit dövrünə aiddir. İbadət evləri də mövcud idi. Burada 4 məsələn Sərkərtəpə, Baba Dərviş və 1-ci Kültəpədə ibadət evləri vardı. Azərbaycan tayfalar müxtəlif ağac növlərinə heyvanların sitayiş yanlışdır. Deməli 1, 2, 4 uyğundur. Bu son Tunca aiddir təxminən. 85-ci sualda xronoloji ardıcıl müəyyən. Şəki xanlığının meydana gəlməsi 1743 oldu. Ağməhəmməd Xan Qacarın hücumu olub 1795-də. Gəncə xanlığında iki hakimiyyətin yaranması 1780-ci. İrəvan xanlığının Rusiyanın tərkibinə qatılması 1827 olduğuna görə deməli olur 1, 3, 1 deməli 1, 3, 2, 4 olur. Deməli olur 1, 3, 2, 4 uyğun cavab olur. 86-cı sual 2-ci Rus inqilabının baş verməsi, müvəqqəti hökumətin yaradılması. Ondan sonra deməli müvəqqəti hökumətin yaradılması Cənubi Qafqaz canişininin fəaliyyətini dayandırmasıdır. Bəli. Bu 3 olmalıdır. Bir də Cənubi Qafqaz komitəsinin yaradılması mart ayında. Yəni bunlar fevral inqilabından sonraki hadisələrdən sonradır. Deməli 3-dən 4 uyğun cavab olar. 87-ci sualda 1943 və ikinci 1944-cü ilə aid olanları seçmək lazımdır. Yalta 1945-ci ilə aiddir. Fransa Alman işğaldan azad oldu 44-cü ilə B gedəcək 2-yə. SSR düşməndən tamamilə təmizləndi 43-də C bəndi. Atlantika Xartiyası 1941-ci ildə imzalanmışdı. İtaliya Almaniya müharibə elan edib. Bu Siciliya adasına qoşun çıxartmalığı ilə 43-də idi. Y bəndi də 1-ə gedəcək. Bir də C-də 2-də B uyğun cavab olar. Növbəti situasiyaya baxırıq. 1918-ci ildə Almaniya sosial partlayış yaranmaq üzrə idi. Ölkədə iqtisadi çətinliklə üzləşmişdi. Almaniya Brest-Litovsk müqaviləsini imzaladıqdan sonra qüvvələrini cəmləşdirərək yayda böyük hücuma ümid bəsləyirdi. Lakin yay hücumunu ABŞ qoşunlarının Antanta tərəfindən iştirak etməsi Almaniya vəziyyətini daha da ağırlaşdırırdı. Almaniya Brest-Litovsk müqaviləsini imzalayan dövlət təbii ki, bu Rusiyadır. Deməli, Sovet Rusiyasından söhbət gedir. Brest-Litovsk müqaviləsinin Almaniya üçün nəticələri, yəni iki cəhbədə vuruşmaqdan xilas oldu və deməli, Avropa üzərində xüsusilə, məsələn, iki cəhbədə vuruşmada xüsusi digər dövlətlərə müharibə etmək üçün əlverişli şərait yarandı. Avropada geniş ərazi əldə etmə imkanı qazandı. Sonra 90-cı sualda qeyd edilir ki, ABŞ-ın 1-ci Dünya müharibəsinin daxil olmasının nəticəsi təbii ki, 1-ci Dünya müharibəsinin Antantanın qələbəsi ilə nəticələndi və Almaniyanın məğlubiyyəti ilə nəticələnməsinə təsir göstərdi. Deməli, bu da 90-cı sualın cavabıdır. Diqqətinizə görə təşəkkürümüzü bildiririk.